Dəyərli müəllimlər, MİQ və sertifikasiyaya hazırlaşanlar üçün bugün 5 sual qoymuşuq və bu suallar çətin suallar deyil, müəyyən məqamda sizi biraz düşündürə bilər, amma rahat cavab verəcəyiniz testlərdir. İzaha keçməmişdən qabaq bir elanı sizin diqqətinizə çatdırım. Sentyabr ayından dərs qruplarımız açılır, həmin qruplara qoşula bilərsiniz. Bu qruplar həm müəllimlərin işə qəbuluna hazırlaşanlar üçün, həm də sertifikasiya imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub. Təbii ki, MİQ üçün ayrı, sertifikasiya üçün isə ayrı dərs qruplarıdır. Həmçinin sınaqlarda da bu belədir. Yəni, sertifikasiya sınaqlar qrupu ayrıdır. Müəllimlərin işə qəbuluna hazırlaşanlar üçün isə sınaq qrupu ayrıdır. Artıq sentyabr qruplarına qeydiyyat başlayıbdır, davam eləyir. Siz də 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs qruplarımız haqqında məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, kifayət qədər vaxtınız var. Sentyabr ayından başlayaraq hazırlaşa bilərsiniz. İyun-iyul aylarına qədər proqram artıq bitəcək və eyni zamanda hətta təkrar etmək üçün də vaxtınız qalacaq. Odur ki, elə sentyabr ayından başlayaraq dərs qruplarına qoşulun və siz də mükəmməl şəkildə hazırlaşıb imtahandan yüksək nəticə ilə çıxın. Qeyd edeyim ki, sentyabr ayından başlayaraq iyun-iyul aylarına qədər artıq siz həm proqramı bitirmiş olacaqsınız, həmçinin təkrar qruplarımıza qoşulmaqla da təkrar etmiş olacaqsınız. Təbii ki, ən çox tövsiyə olunan vaxt sentyabr ayıdır. Sentyabr ayından qoşulmaqla siz yüksək səviyyədə hazırlaşa bilərsiniz. Sertifikasiyada 25 yazmaq üçün, MİQ-də də 20 yazmaq üçün çox ideal qruplardır. Yəni, Azərbaycan dilindən tam şəkildə yazmaq üçün çox mükəmməl dərs qruplarımız var. Həmin qruplara qoşularaq siz də imtahana yüksək səviyyədə hazırlaşa bilərsiniz. Videolarımızın davamı üçün kanalımıza abunə olmağı yaddan çıxarmayın. Həm müəllimlərin işə qəbulu üçün, həm də sertifikasiya imtahanı üçün sizə dəstək olmağa çalışacağıq. Və bunun üçün də sizin bizim kanalımıza abunə olmağınız əsas şərtdir və eyni zamanda videonu paylaşaraq da bizə dəstək ola bilərsiniz. Siz videonu paylaşdıqca daha çox abunə sayımız artır. Abunə sayı artdıqca biz də çalışırıq ki, sizə daha çox dəstək olaq. Və eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi və rəy yazmağı da unutmayın. İndi isə başlayaq testlərimizin izahına. Birinci sualda soruşur ki, yarıq, yaralı, yarğan, yarılmaq sözləri haqqında doğru fikirləri müəyyən edin. Doğru fikirlər lazımdır. Deməli, verilmiş sözlərin hər birini tərkibinə görə təhlil etməliyik, yəni kök və şəkilçiyə ayırmalıyıq. Gəlin ayıraq. Sözün kökü yarmaq feilidir. Yarmaq feilindən yarıq ismi əmələ gəlibdir. Sözün kökü feildir, feil. Və söz özü isim oldu. Deyə bilərsiniz ki, müəllim, yar sözü həm də sevgili canan bu anlamda isim kimi də işlənir. Həmin o yarmaqla yarılmaq arasında, yəni həmin o yarla yarıq arasında hər hansı bir yaxınlıq yoxdur, məna yaxınlığı yoxdur. Ona görə də sözün kökü yarmaq feilidir və yarıq ismi əmələ gəlmiş oldu. Daha sonra yarmaq feilindən yara ismi əmələ gəlir. Yəni o sevgili cananla da yara arasında bir yaxınlıq yoxdur. Ona görə sözün kökü olur yarmaq feili və yara ismi, yara isim və yaralı sifət. Bilirsiniz ki, L şəkilçisi sifət yaradan leksik şəkilçidir. Yar sözün köküdür, yarmaq feili, feil və suyun axaraq da əmələ gətirdiyi yarğandan söhbət gedir, yəni isimdən söhbət gedir, isim. Yarğan ismi. Yarmaq feilindən, yəni su yarır və yarğan əmələ gəlir. Daha sonra yar sözün köküdür, yarmaq feili və yarılmaq feili, yenə feil. Maq da məslərin şəkilçisidir, qrammatikdir. İndi bizə lazımdır ki, doğru fikirlər olsun. Gəlin baxaq. Eyni köklü sözlərdir. Eyni köklü söz olması üçün verilmiş sözlərin köklərinin eyni bir nitq hissəsi olması, köklərinin eyni mənanı verməsi və sözlərin düzəltmə olması lazımdır ki, bu da şərtə uyğundur. Yəni, sözlərin kökləri feildir və mənası yarmaq anlamını ifadə edir. Eyni zamanda sözlər düzəltmədir. Yəni, sözlərin hər birinin tərkibində leksik şəkilçisi var. Ona görə doğru fikir dediyinə görə biri götürürəm. Bir olmayan variantları çıxırıq. Və iki variant arasında qalırıq, C və E variantları. Sözlərin kökü isimdən amonimdir. Demir, sözlərin kökü isimdir. Deyir ki, sözlərin kökü isimdən amonimdir. Yəni, kök başqa bir nitq hissəsidir, amma amonimi isimdir. Amonimi isimdirmi? Bəli. Yəni, yar sözü iki mənada düşünülür. Bir, yarmaq feil. İkinci mənası isə yar, sevgili, canan bu anlamda isim olur.
Sözlərin kökü yar feilidir və isimlə amonimdirmi? Bəli, yar ismi ilə amonimdir. Bu fikir də doğrudur. Demək ki, 2-ni də götürürəm və doğru cavab olur C variantı. Sözlərin 4-ü də feildən düzəlmişdir. Gəlin baxaq. Bu söz feildən düzəlib. Bilirsiniz ki, sözün yaranmasını tapmaq üçün sonuncu leksik şəkilçinin artırıldığı sözə baxmaq lazımdır. Yarıq ismi yarmaq feilindən, yəni özündən əvvəlki sözdən yaranıbdır. Yaralı sifəti isə yarmaq feilindən yox, yara ismindən düzəlib. Nəyə görə? Çünki biz dedik ki, sonuncu leksik şəkilçi nəyə artırılıbsa. Gəlin baxaq. Yaralı. Sözün kökü yar feilidir. Feil. Və sonra əmələ gəlir yara ismi. Yara nə? İsmin sualına cavab verir. İsim. Sonra əmələ gəlir yaralı sifəti. Məsələn, yaralı quş. Necə quş? Düzdürmü? Bu oldu sifət. İndi deyir ki, sözlərin 4-ü də feildən düzəlmişdir. Söz hansı nitq hissəsindən düzəlib? Birinci növbədə sözümüz yaralı sözdür. Başlanğıc forma söz hesab olunur. Və sözümüz nədən yaranıb? Gəlin baxaq. Sözümüz yaranıb, baxın, l, yəni sonuncu leksik şəkilçi artırılıb yara isminin üzərinə. Yarmaq feilinə artırılmayıb. Təbii ki, yara sözü, baxın, yara sözü yarmaq feilindən düzəlib, yəni özündən əvvəlkindən düzəlib. Yara, yarmaqdan düzəlib. Yaralı isə yarmaqdan yox, yaradan düzəlib, yəni özündən əvvəlkindən düzəlib. Yaralı sözündən əvvəldə yar deyil ki, yaralı sözündən əvvəldə birinci yaradır, ondan sonra yardır. Yəni sözün kökü ilə sözün yarandığı nitq hissəsi bəzən fərqli ola bilir. Və burada fikir verməli olduğumuz məqam, əgər deyirsə ki, söz məsələn, filan nitq hissəsindən düzəlib, bu zaman fikir verirsiniz, sonuncu leksik şəkilçi hansı sözə birbaşa artırılıbsa, birinci artırılıbsa, o əsas götürülür, yəni yara ismindən düzəlib. Qeyd olunub ki, 4-ü də feildən düzəlib. Bu isimdən düzəlib, isimdən. İsim. Yarğan təbii ki, feildən düzəlib, çünki yarmaq feilidir, xan şəkilçisi birbaşa feili artırılıbdır. Yarılmaq sözü də yarmaq feilindən yarılmaq feili yaranıb, yəni feildən yaranmış feildir və ən nihayətində, yəni maq qrammatik şəkilçidir, bunun heç bir əhəmiyyəti yoxdur söz yaradıcılığında. Söz dedikdə başlanğıc forma nəzərdə tutulur və feillərdə də başlanğıc forma bəzən məslərlə verilir, bu aydın məsələdir. Və burada sonuncu leksik şəkilçi dedikdə ümumiyyətlə elə bir şəkilçi var, o da elə kökün özünə artırılıb. Demək ki, elə söz nədən yaranıb, elə kökdən yaranıb, yəni feildən yaranıbdır. Və 4-ü dediyinə görə bu fikir yanlışdır. 3-ü feildən yaranıb. 4-ü yox. Biri isimdən yaranıb. Yaralı sözü yara ismindən əmələ gəlib. Demək, ona görə 3 olan variantı götürə bilmirəm. Bu sözlər yalnız kök və leksik şəkilçidən ibarətdir. Gəlin fikir verək. Bu sözlər, təbii ki, yarıq sözü kök və leksik şəkilçidən ibarətdir. Bu leksik şəkilçilərdən ibarətdir və burada biz qrammatik şəkilçi də görürük. Yəni, yalnız leksik şəkilçi dediyinə görə bu fikirdə uyğun gəlmir. Qrammatik şəkilçi də var. Bu variantı da çıxırıq. Doğru cavab oldu C variantı. Kifayət qədər maraqlı bir test tapşırığı idi və çalışdım ki, bu test tapşırığının üzərində sizə bir neçə məlumat ötürüm. Baxın, bəzən müəllimlər bir başlıq altında mövzu axtarırlar. Məsələn, söz yaradıcılığı və yaxud da eyni köklü sözlər, sözün hansı nitq hissəsindən yaranması. Fikir verdinizsə, bu testin üzərində mən bir çox mövzunu izah etmiş oldum. Və çalışın ki, yəni hansısa bir mövzunu axtarmazdan əvvəl testlərin üzərində, məsələn, mən çalışıram ki, testlərin üzərində mövzunu izah etməyə çalışım. Ola bilər ki, hansısa müəllim bu qaydaya əməl etmir. Yəni, testi şərt, belə deyək də, səthi, gözucu formada oxuyur və gözucu formada da, yəni səthi formada təhlil eləyir, variantı vurur. Amma mən çalışıram ki, bir testin üzərində mövzunu da izah edeyim. Yəni, bəzən mövzunu axtarmaq əvəzinə, bəzi testlərin izahına baxmaqla da mövzunun müəyyən məqamlarını öyrənə bilərsiniz. Bu məndən sizə tövsiyədir və burada qeyd etdiyim məlumatları da əgər bilmirsinizsə, qeyd dəftərinizə qeyd eləyə bilərsiniz. İndi isə keçək ikinci test tapşırığına. Bir daha qeyd edirəm, variantların qarşısında A, B, C, D, Y variantları qeyd olunmayıb. Təbii ki, bu vizual çatışmazlıq hesab olunur, lakin müəllimlərin işə qəbulu müsabiqəsində, həmçinin sertifikasiya imtahanında variantlar bəzən verilmir. Bu da göz yayınmasına gətirib çıxarır ki, mən də çalışıram ki, o məqamlara da toxunum ki, göz yayınacaqsa,
bu imtahandan qabaq baş versin, yəni imtahan ərəfəsində baş verməsin. İkinci sualda nə istəyir bizdən? Nümunədə fərqləndirilmiş sözlərin hər ikisinə aid olan cəhəti müəyyən edin. Hər ikisinə aid olan ortaq cəhətdən söhbət gedir və fərqləndirilmiş sözlər. Gözünüzdən axan qəlb sevincidir, bəlkə həsrət yaşı, bəlkə incidir. Yəqin bu ayrılıq sizi incidir, edir könlünüzü para bulutlar. Bəlkə həsrət yaşı, bəlkə incidir. İnci sözün köküdür. Nəyə görə? Çünki deyir ki, incidir. Yəni burada dir şəxs xəbərli şəkilçisidir. İncitmək yox ha. Bəlkə incidir, mirvaridir, sədəfdir, dürdür bu anlamda. İnci dir də qrammatik şəkilçisidir. İkinciyə baxın. Yəqin bu ayrılıq sizi incidir. İncimək feili. Yəni burada inci ismi idi. Burada isə incimək feilidir. Bilirsiniz ki, inci amonim olan sözdür və bu söz isim və feil kimi amonim olur. İncimək feilindən incitmək feili deyə bilərsiniz ki, axı orada t yoxdur. Özündən sonra saitlə başlayan şəkilçisi gələndə burada t-dır əvəzlənməsi baş verir ki, biz də bunu götürürük. Feillərdə də bilirsiniz ki, mag üstü 2 şəkilçisini artırmaqla o şəkilçinin leksik və qrammatik olduğunu bilə bilərsiniz. Təbii ki, bu yalnız feilə aiddir. Yəni, digər nitq hissələrində, məsələn, isimdə, sifətdə siz magmək şəkilçisini artırmaqla həmin şəkilçinin leksik və qrammatik olduğunu bilə bilməzsiniz. Bu yalnız feildə belədir. Demək, inci sözün köküdür və bu söz incimək feilidir. Feil. Burada isə incidir. Bəlkə həsrət yaşı, bəlkə incidir. Yəni, mirvaridir, dürdür, sədəfdir. Burada isimdir. İsim. Və dir də şəxs xəbərli şəkilçisidir. İncitmək, incidir. Bax, inci feili, incimək feili, incitmək feili, ir də indiki zaman şəkilçisidir. İncidir. Bəlkə sizi incidir. Yəni, vurğu sonuncu saitin üzərindədir. Demək ki, zaman şəkilçisidir. Zaman şəkilçiləri vurğu qəbul edir. Həmçinin zaman şəkilçiləri qrammatik şəkilçilərdir. İndi baxaq. Eyni cümlə üzvü vəzifəsində çıxış eləyir. Bizə lazımdır ortaq cəhət, yəni ortaq cəhət. Baxaq. Bəlkə həsrət yaşı, bəlkə incidir cümlənin xəbəridir. Şəxs xəbəri şəkilçisi qəbul edib, belə cümlənin xəbəridir. Yəqin bu ayrılıq sizi incidir. Nəyidir? İncidir cümlənin yenə xəbəridir. Bəli, eyni cümlə üzvü vəzifəsində, yəni xəbər vəzifəsində çıxış eləyiblər. Doğru cavab A variantıdır. Xəbərli şəkilçisi ilə işlənmişdir. Gəlin bu sözləri bir daha sizə göstərim. Xəbərli şəkilçisi ilə işlənməyiblər. Nəyə görə? Birinci söz təbii ki, inci ismidir. Yəni, incidir, nədir? İnci, bu anlamda. Dir, şəxs xəbərli şəkilçisidir. Yəni, xəbərli şəkilçisi var. Amma ikinci sözdə isə, ikinci sözdə t leksikdir, ir zaman şəkilçisidir. Yəni, bu şəkilçisi dir deyil. Ona görə xəbərli şəkilçisi deyil. Birincidə xəbərli şəkilçisi var, amma ikincisində xəbərli şəkilçisi deyil. Biri t-dır, incimək feilindən incitmək feili yaradan leksik şəkilçisi və ir də zaman şəkilçisidir. Demək ki, bu fikir yanlışdır. Tərkibinə görə təhlil sxemi eynidir. Tərkibinə görə təhlil sxemləri eyni olmadı. Gəlin baxaq. Biri kök və qrammatik şəkilçidən ibarət oldu. Yəni, bunun sxemi oldu kök, qrammatik. İkincisinin sxemi isə kök, leksik, qrammatik sxeminə uyğundur. Demək ki, tərkibinə görə təhlil sxemləri eyni deyil. Bu fikir də yanlışdır. Hərəkət bildirir. Təbii ki, birinci sözümüz incidir. Yəni, dürdür, sədəfdir. Bu anlamda isimdir. İncidir, nədir? Düzdürmü? Hərəkət bildirmir. İsim hərəkət bildirmir. İncidir, nəyidir? Burada isə nə edir sualına cavab verir və incitmək feilidir. Və biz bilirik ki, nitq hissəsini tapan zaman sözün başlanğıc formasına baxmaq lazımdır. İnci kökdür, incimək feili, incitmək feili. Sözün başlanğıc forması incitmək feilidir. Demək ki, başlanğıc forma feildir və hərəkət bildirir. Amma birincidə isim olduğuna görə ortaq cəhət hesab olunmur. Eyni suala cavab verir. İncidir, nədir? Nədir? İsmin sualına cavab verdi. İkincidə isə incidir, nəyidir, edir. Hərəkət var və feilin sualına cavab verir, eyni suallara cavab vermir. Doğru cavab A variantı oldu. Kifayət qədər maraqlı bir test tapşırığıdır. Bu daha çox uyğundur müəllimlərin işə qəbuluna. Bilirsiniz ki, müəllimlərin işə qəbulunda artıq bu tipli test tapşırıqlarından istifadə olunur. Yəni, müəllimlərin işə qəbulu üçün bu məzmun yeni məzmundur. Və imtahanda, yəni müəllimlərin işə qəbulu imtahanında 2026-cı ildə
belə bir sual düşmüşdü ki, vurğusu ikinci hecəyə düşən sürüdür sözü ilə bağlı bir test tapşırığı idi. Yəni bu tipli tapşırıqlar düşür və ona görə də mütləq şəkildə biz nə etməliyik? Biz burada bu tipli tapşırıqların öhdəsindən də gəlməyi bacarmalıyıq. Baxın, incidir. Burada incidir nədir? Zaman şəkilçisinin üzərindədir vurğu. Burada isə incidir. Nədir? İncidir. İncidir yox ha, incidir. Yəni vurğu düşür inin üzərinə. Şəxs xəbəri şəkilçiləri vurğu qəbul etmədiyinə görə vurğunu atır özündən əvvəlki saitin üzərinə. Birində vurğu inin üzərindədir, digərində isə sonuncu inin üzərində. Yəni ikinci hecadadır birincidə, ikincisində isə üçüncü hecadadır. Təbii ki, gələcəkdə də bu tipli test tapşırıqlarının istifadə olunması ehtimal olunur. Ona görə çalışın ki, yəni orada sürüdür sözü idisə, ola bilər ki, qarşınıza gəlsin incidir sözü çıxsın. Yəni mən də çalışdım ki, şeirdə buna toxunaq və beləcə bu tipli test tapşırığı ilə də tanış olmuş olasınız. İndi isə keçək 3 nömrəli test tapşırığına. 3 nömrəli test tapşırığı da kifayət qədər maraqlı bir test tapşırığıdır. Eyni zamanda yeni nəsil, yəni yeni model test tapşırığı hesab olunur. Cümlələrdə sözlərdən fərqləndirilmiş şəkilçilərdən hansılar bir-biri ilə amonimlik təşkil edir? Şəkilçilərin amonimlik məsələsindən bağlı test tapşırığıdır. Birinci, demək, 1 və 2-də dır. Burada nədir? Burada ikisi də şəxs sonluğudur. Yəni, eyni bir missiyanı yerinə yetirirlər. Şəxs sonluğu yazırıq. Şəxs sonluğu. Amonim olması üçün biri fərqli funksiyanı yerinə yetirməlidir, digəri də fərqli funksiya. Oyatmalıdır, Nuranə oyanıbdır. Yəni, şəxs sonluğu funksiyasındadır. Demək ki, bir-biri ilə amonim deyillər. 2-yə baxırıq. Nigarın paltarı söküldü, müəllimin kitabı. Nigarın paltarı, mənsubiyyət, demək ki, birinci tərəfdə yəlik aldı. Yiyəlik. Müəllimin kitabı, mənsubiyyət, müəllimin kitabı, birinci tərəf yəlik al. Yəlik. Amonimlik funksiyasında deyil. Çünki hər ikisi eyni bir funksiyanı, yəni yəlik halın şəkilçisini yerinə yetirirlər. Dairəvi masada hər kəs əyləşdi, kütləvi hadisə hər kəsi təsirləndirdi. Burada dairə sözündən dairəvi sifəti yaranırdı. Kütlə sözündən də, kütlə ismindən də kütləvi demək sifəti yaranıbdır. Dairəvi masa necə masa, kütləvi hadisə necə hadisə. Yəni hər ikisində sifət yaradan leksik şəkilçidir. Sifət yaradır. Funksiyaları eynidir. Demək ki, amonim kimi götürə bilmərik. Daha sonra gəlirik maraqlı bir cümlələrə. Qırıq stəkan qəribə görünürdü. Qoldakı sınıq həkim tərəfindən nəzərdən keçirildi. Bu testin, yəni bu nümunənin təhlilindən öncə istəyirəm bir neçə nümunə yazam. Uçuq, sınıq, çıxıq, sonra qırıq və kəsik. Bunlar topluda da verilib, yəni bu tipli sözlər topluda da verilib, yəni test toplusunda. Bu tip sözlərimiz var ki, bunlar bizim qarşımıza sifət və isim kimi çıxır. Sifət və isim. Sifət və isim kimi çıxırlar və bu məqamlardan da ehtiyatlı olmaq lazımdır ki, bu sözlər nə zaman sifət olur, nə zaman isim olur. Əgər desə ki, qolumda sınıq var, o zaman nə var? İsmi sualına cavab verir. Yox desə ki, sınıq qol, gəlin yazaq. Qolumda sınıq var. Sınıq var. Sonra deyirəm ki, sınıq qol. Burada qolumda sınıq var, nə var? İsmin sualına cavab verir. Düzdürmü? Demək ki, isimdir. İsim. Yox desə ki, sınıq qol, necə qol? Necə? Sifətin sualına cavab verdi. Demək ki, sifətdir. Vəssalam. Yəni, ismin sualına cavab versə isimdir, sifətin sualına cavab versə sifətdir. Yəni, bu tipli sözlərimiz hansılardır? Uçuq, sınıq, çıxıq, qırıq, kəsik tipli sözlərdir. Məsələn, desə ki, qolumda çıxıq var, nə var? İsimdir. Çıxıq qol, necə qol? Burada isə sifətdir. Yəni, bunları qarşımıza isimləşdirib vermirlər. İsimləşdirib versələr çox çətin olar. İsimləşdirib vermirlər. Sınıq stəkan, necə sualına cavab verdi? Burada sifətdir. Demək ki, ıq burada sifət yaradan leksik şəkilçidir. Qırmaqdan qırıq. Daha sonra qolumdakı sınıq, qoldakı sınıq, nə? Sınıq. Burada isə ismin sualına cavab verdi. Demək ki, burada da isimdir.
ıq şəkilçisi, leksik şəkilçisi kimi amonim variantında çıxış edib. Birində isim, birində isə sifət yaradıbdır. Demək ki, 7-8 bizim doğru cavabdır, yəni D variantı. Gediləcək yol uzun idi, sənə deyiləcək çox sözüm var. Burada demək əcək şəkilçisi fe'li sifət şəkilçisidir. 4 nömrəli test tapşırığı ədəbi dilin normaları ilə bağlıdır. Bilirsiniz ki, ədəbi dilin normaları ilə bağlı yeni çərçivə sənədində həm müəllimlərin işə qəbulunda, həm də sertifikasiya imtahanında istifadə olunacaq. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları var. Test tapşırıqlarında həmin normaların pozulması ilə bağlı nümunələrə rast gələ bilərsiniz. Ona görə bu tapşırıqları, yəni ədəbi dilin normalarında mütləq şəkildə öyrənin. Dəmir parçaları suyun içində çox mövcud olduğu üçün doğrudan da pas atmışdı. Nümunəsində ədəbi dilin hansı norması pozulmuşdu? Burada diqqətimi çəkdi nə? Doğrudan sözü. Biz əgər kimsə bizə deyəndə ki, məsələn, filan şey necə olubdu? Məsələn, cavab veririk, o da deyir ki, doğrudur. Doğru demir ki, düzdür? Deyir ki, doğrudur. Bu sözə baxın, fikir verin, yazıb ki, doğru. Doğrudan da, bəzən özümüzdən asılı olmadan bu sözə doğrudan da deyirik, amma bu doğru deyil. Bu sözün düzgün yazılışı doğru, doğrudan da formasında işlənməlidir. Doğrudan da. Amma doğrudan da formasında yazılış səhvdir. Və bu yazılışla bağlı bir məsələ olduğuna görə fonetik norma pozulubdur. Daha sonra dəmir parçaları suyun içində çox mövcud olduğu üçün. Dəmir parçası suyun içində mövcud olmur ki. Biz deyə bilərik ki, dəmir parçaları suyun içində çox qaldığı üçün. Yəni qaldığı sözü yerinə düşər. Bilirsiniz ki, leksik normanın pozulması sözün yerində işlənməməsi ilə bağlıdır. Məsələn, deyir ki, çay tökdüm. Əslində çay tökdüm yox, çay süzdüm olmalıydı. İndi burada da mövcud sözü yerində işlənməyibdir. Qaldığı üçün ifadəsi yerində olardı. Və bu da leksik normanın pozulması hesab olunur. Yəni, söz yerində işlənmir, sözün mənası yerində deyil, semantik bir məsələdir. Yəni, leksik norma pozulubdur. Doğru cavab A variantı olur. Mövcud sözü necə işlənərdi? Məsələn, deyə bilər ki, Səfəvilər sülaləsi və yaxud da Səfəvilər dövləti 1501-1736-cı illərdə mövcud olmuşdu. Bax, burada mövcud olmaq ifadəsi yerində işlənir və leksik normanın pozulması kimi qiymətləndirilmir. Qrammatik normanın pozulmasına burada rast gəlinmir. Nəyə görə? Çünki burada hər hansı bir inversiya yoxdur və qrammatik tələbin pozulması da yoxdur. Demək ki, doğru cavab olur A variantı. Keçdik 5 nömrəli test tapşırığına. O həmişə qırmızı köynək geyirdi cümləsinin morfoloji təhlilinə aid səhvi göstərin. Səhv fikir lazımdır, baxırıq A variantına. Həmişə sadə zaman zərfidir. Bəli, həmişə sadə zaman zərfidir, yalnız kökdən ibarətdir və zərfdir. Bunu mütləq şəkildə yazın. Bunu mütləq şəkildə yadınızda saxlayın. Həmişə sözüdür, həmişə. Və hələ sözləridir ki, bax bu sözlər çox az hallarda test nümunələrində istifadə olunur. Mən çalışmışam ki, bu test nümunəsində göstərim ki, onu mütləq yadınızda qalsın. Həmişə, yəni baxın, sual versəz həmişə nə vaxt? Düzdürmü? Nə vaxt, nə zaman? Zərfin sualına cavab verir. Həmişədir, hələdir, bunlar zaman zərfləridir. Bunları mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Təbii ki, kitablarda buna rast gələ bilərsiniz. Amma testlərdə çox az hallarda istifadə olunan nümunədir. Amma müəllimlərin işə qəbulunda və sertifikasiya imtahanında bu tipli zərflərdən tez-tez istifadə edirlər. Yəni, gözünüz görəndə öyrəşin də, yəni öyrəşmək məqsədi ilə mən gətirib bu test nümunəsinə salmışam onu. O şəxs əvəzliyidir. Əgər odan sonra vergül qoyulubsa və kim sualına cavab verirsə, bilin ki, şəxs əvəzliyidir. Odan sonra vergül işarəsi qoyulub, o həmişə qırmızı köynək geyirdi. Kim? O. Kim sualına cavab verdiyinə görə, demək ki, həqiqətən də o şəxs əvəzliyidir. Geyirdi, feildir, sadədir, xəbər şəklindədir. Gəlin baxaq. Gey sözün köküdür, geymək feili. Və ir indiki zamanı şəkilçisidir, yəni qrammatikdir və didə idi hissəciyidir. Bilirsiniz ki, kökə birinci zaman şəkilçisi qoşular və zamandan sonra gələn həmin o zamana bənzəyən şəkilçi də idi hissəciyidir. Geyirmək, mək şəkilçisi artırıram. Demək ki, burada leksik deyil, yəni artırmaq mümkün deyil. Demək ki, orada olan ir zaman şəkilçisidir, vurğu da onun üzərindədir. Geyirdi. Düzdürmü? Didə burada ididir. İdinin qısaldılmış forması. Yəni, i saiti düşüb di formasında qoşulubdur. Feildir.
Geyirdi, nə edirdi? Feilin sualına cavab verir və sadədir. Yalnız kök qrammatik şəkilçilərdən ibarətdir. Tərkibində leksik şəkilçi olmadığına görə sadədir. Xəbər şəklindədir. Hansı sözlər xəbər şəklində olur? Təbii ki, feilin zamanları, yəni feilin zamanına aid hər hansı bir şəkilçi varsa, indiki, keçmiş, gələcək zaman şəkilçiləri varsa, bilin ki, o şəkil xəbər şəklindədir. Və burada da zaman şəkilçisi, yəni indiki zamanı şəkilçisi var. Demək ki, xəbər şəklindədir. Bu fikir də doğrudur. Köynək isimdir, doğrudur. Sadədir, düzdür. Kökdən ibarətdir, yalnız kökdən ibarətdir. Adlıq haldadır. Gəlin baxaq. O həmişə qırmızı köynəyi geyinirdi. Xəbərin yanında gəlibsə, təsirlik hal olma ehtimalı var. Və biz bura, yəni görürük ki, qeyri-müəyyən təsirlik haldadır və ora müəyyən təsirlik halının şəkilçisini artıra bilirik. O həmişə qırmızı köynəyi geyinirdi. Düzdürmü? Yəni iş şəkilçisini artıra bildim. Demək ki, qeyri-müəyyən təsirlik haldadır. Ola bilər ki, deyirsiniz ki, o həmişə qırmızı köynək geyirdi. Nə geyinirdi? Təbii ki, qeyri-müəyyən təsirlik halının sualı ilə adlıq halının nə sualı bir-birinə bənzəyir. Sadəcə onları fərqləndirməkdən ötürü təsirlik hal hesab etdiyimiz söz fikir verməliyik ki, xəbərin yanında gəlir. Təkcə xəbərin yanında gəlmir, aydın məsələdir. Amma xəbərin yanında gələn sözlər daha çox təsirlik halda olur. Eyni zamanda biz onu müəyyən təsirlik hala da çevirə bilirik. O köynəyi geyinirdi. İş şəkilçisini artırdım, yəni müəyyən təsirlik halının şəkilçisini artırdım. Demək ki, adlıq halda yox, təsirlik haldadır. Təsirlik. Bu fikir yanlışdır, doğru cavab D variantıdır. Şərtdə qeyd olunub ki, səhvi göstərin. Qırmızı sadədir, bəli, sözün kökü qırmaq deyil, qırmızıdır. Sifətdir, düzdür, rəng bildirir, adi dərəcədədir, bəli, sifətin hər hansı çoxaltma və ya azaltma dərəcəsinin morfoloji və ya sintaktik göstəriciləri həmin bu sifətin üzərində yoxdur, bu fikir də doğrudur. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və eyni zamanda paylaşmağı unutmayın. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olmaqla da bizə dəstək ola bilərsiniz. Və eyni zamanda bu videonu çalışın ki, olduğunuz qruplarda, əgər icazə verirlərsə, bu videonun linkini həmin qruplarda paylaşmağı da yaddan çıxarmayın. Son olaraq bir daha qeyd edeyim ki, sentyabr qruplarımıza qeydiyyat başlayıbdır. Qeydiyyatdan keçmək istəyənlər 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərlər. Sağ olun, gələn videolarda görüşənə qədər hələlik.